Xəbər verdiyimiz kimi Bakıda Şadlıq Sarayında yanğın baş verib. Mətbuat az xəbər verir ki, hadisə ilə bağlı sarayın inzibatçısı Xəzər xəbərə danışıb. O bildirib ki, yanğına səbəb dekor qurğuları olub. Şadlıq Sarayının inzibatçısı deyib ki, hadisə zamanı xəsarət alan, tüstüdən zəhərlənən olmayıb. Onun sözlərinə görə, qığılcım Şadlıq Sarayındakı işıqlandırma və tüstü vurma üçün istifadə edilən dekorasiya sistemində baş verib. Sonradan açıq alovla müşayiət olunan yanğın zamanı dekorasiya üçün istifadə edilən tüstü qutuları da açılıb və zalı tüstü bürüyüb.